9-cu sualda bizdən soruşur ki, n dəyişəninə daxil edilə biləcək ən kiçik ədədin rəqəmləri cəmini tapın. Bayaq yarımçıq qalmışdıq sualda, çünki sualı axıra qədər oxumamışdım, düzünü desəm. İndi gəlin baxaq, s bərabərdir, s vurulsun 5-dirsə, vurma əməlidirsə, onda yazıram. S-in ilkin qiyməti neçədir? 1. 1 vurulsun 5. Əgər uşaqlar toplama olsaydı, burada 5 vurulsun n yazacaqdım. Amma vurma olduğu üçün bunu yadınızda saxlayın. Burada yazacağım 5 üstə gəl n bərabərdir 125'ə. Aha. N burada elədi 3. Deməli 3 dəfə dövr eləyibdi bizdə. Dövrümüz 3-dür. Onda n-in qiyməti bizə verilməyibdi. Biz buradan n üstə gəl 15 vurulsun 3. Ən kiçik qiymət dediyi üçün işarəni dəyişirik. Çünki dövrdən çıxmalıdır. Yox qiyməti almalıdır ki, biz s-i tapaq, düzdürmü? Olacaq 125. Burada da n böyükdür, bərabərdir. Alırıq 80. N-in onda qiyməti olacaq 80. Bizdən də sualdan da soruşur ki, ədədin rəqəmləri cəmini tapın. Onda 8 üstə gəl 0 bərabərdir 8 olar. Gəldi 20-ci sualı. 20-ci sualda nə deyir? 20-ci sualın izahını yazmışam. Bir dəqiqə yenə də belə izah edeyim. Yenə burada vurmadan istifadə olunub. Ona görə də s bərabərdir yazacağıq. Bir dəqiqə. Aha, s bərabərdir, yəni 1 vurulsun 3 üstü n bərabərdir 81 deyir. S-in sonuncu qiyməti 81-dir. Yəni burada tapdıq 4. Amma bizdə ən böyük ədəd dediyi üçün dövrün sayını 3 götürürük. Dövrün sayını 3 götürürük, yazırıq n. Yəni bunun qaydası budur uşaqlar. Başqa bir yəni əzbərlətməyinizi istəmirəm. İstəyirəm ki, başa düşəsiniz. Onda necə olacaq? N üstə gəl 9 vurulsun 3. Aha. Bir dəqiqə, n 9 vurulsun 3. 155. N kiçikdir. Ay sağ ol, 128. Bizdən də soruşur ən böyük ədəd. Burada ən böyük nə olar? 127. Başa düşdük. Gəldi 21-ə. Aha. 21-ci sualda nə deyir? Burada deyir ki, A dəyişənin qiymətini tapın. Uşaqlar, biz burada bir-bir də qoyub yerinə yaza bilərik. Amma hesablaya bilərik. O uzun alınacaq. Ona görə də nə edirik? Dövrlərin sayını tapırıq. Dövrlərin sayını necə tapırıq? Baxın, burada n-in ilkin qiyməti verilibmi? Bəli, verilib. 2 üstə gəl. Yazaraq ki, dövr neçə dəfə 9 vurulsun k. Buradakı k dövrün sayı deməkdir. Dövrdən çıxması üçün də işarəni dəyişməliyik. Böyükdür, bərabər olacaq 395. K da təqribi 43-dən nə qədər eləyir? 44 götürəcəyik. Götürdüyümü 44. Vəssalam, deməli dövr 44 dəfə təkrarlanıbsa, onda A bərabər olacaq. Bax burada. 9 üstə gəl 3 vurulsun 44. Bu da bərabərdir 141. Sonra gəldik 22-ci suala. 22-ci sualda da yenə dövrlərin sayını bizə tapsaq daha rahat olar. Belə eləyirik. S-in yerində nə verilib? 0. N də neçədir? 20-dir uşaqlar. Mən bilirəm, bu S-in yerində bu dayanıbdır. N-in yerində də bu dayanıbdır. Onda dövr kimi yazsaq. S üstə gəl 5K. Üstə gəl. N-in yerinə də N çıxılsın 2 deyilmi? N çıxılsın 2K. K burada dövrlərin sayıdır. Yenə də yoxa getməsi üçün işarəni dəyişməliyik. 115. S-in ilkin qiyməti 0 üstə gəl 5K üstə gəl N. N-in 20-dir qiyməti. Çıx 2K. 115. Buradan da K olacaq. Bir dəqiqə. 32.
23, 32 təqribi. Və S dəyişənin qiymətini soruşursa, dövr 32 dəfə təkrarlanırsa, S-in ilkin qiyməti neçədir? Baxaq, 0 yazdım. S, bax, buradan yazıram. 0 üstə gəl 5 vur 32. Elə də 160. Bu qədər sadə.